Elmara dərs demişəm. Nişabə mənimlə eyni çin-çinə işləmişəm. Elmar hamımız bilirik ki, evin tək evladıdır. Anamız da bizim xatirəmizdədir. Hər dəqiqə, hər saniyə gəlirdi Elmarın yanına. Çox sakin, danışdırsan danışdırar, danışardı, danışmasa danışmırdı. Hətta salam verdim. Dedim, Elmar salam, salam müəllimə utanırdı. Çox utancaq oğlan idi. Həddindən artıq utancaq idi. Bəli. Bizim də boynumuzun borcudur ki, bugün anamızı gəlib görmüşük. Sağ olun. Ancaq sağ olun. Allah köməyiniz olsun. Bu müəllimələr bizə tez-tez gəlir, tam səmimi. Allaha həmd olsun ki, mən bu günlər Allah mənə nəsib etdi. Bir daha sizi gördüm. Allah sizi başımızdan əks eləməsin. Amin. Dualarınızı, oğullarınızı O qismət imiş də o zəmzəm suyu. Eşq Sənə. olsun Azərbaycan analarına, eşq olsun Azərbaycan xalqına, eşq olsun Ali Başkomandana, Müzəffər Ordunun Ali Başkomandana. Cümlə Azərbaycan xalqı, bizim əskərlərimiz, zabitlərimiz hal-hazırda namusu, qeyrəti, şərəfi. Salamat gəlsin Allahların Allah üstünə. salamat gəlməyə nəsib etsin. Allah heç bir ananı Gözü yaşlı eləməsin. Amin Heç bir yarabbim. ananı. Və xahiş edirəm mənim dəyərli bacı qardaşlarım, nur üzlü bu gözəl anam, özünüzü təqdim edin, o xalqdansın. Mənim də bir arzum odur ki, istəyirəm dünyada sülh ola, müharibə olmaya, hamı mehriban yaşayaq. Amin. Bir dəfə həyata gəlmişik. Mənim kürəyim, ciyarım yanır, istəmirəm heç kəsin ki, yana. Bir dənə də arzum var ki, dünyada sual versinlər, dünya üzrə müharibə nə deməkdir? O sözün cavabını heç kəs tapmaz. Amin Allah, Sülh amin. istəyirəm oğlum, sülh. Amin Allah. Allah dualarınızı qəbul etsin ana. Allah sizi başımıza nəsib